mikobakteriyalar nəfəs yollarına daxil olur, alveolalara çatır. Və orada artıq o alveolaların makrofagları, indi immun hüceyrələri artıq onu əhatə edir, o mikobakteriyanı. Və belə bir şəkildə artıq limfositlər də ora daxil olur, ətrafa toplanır və belə bir şəkildə immun sistemindən asılı olaraq ya pasiv bir şəkildə uzun illər qala bilər, yəni bu yoluxma halıdır, ya da immun sistemi artıq orada zəifdirsə, xəstələnmə halına da çevrilə bilər. Yəni aktivləşər o mikobakteriya, orada xəstəlik başqa olar. Mən xatırlayıram, bəzi maarifləndirmə proqramlarına baxmışdım. Orada məhz insanın immun sisteminin möhkəmləndirilməsində diqqət artırılırdı müalicə məsələsində. Niyə? Çünki onlar bildirirlər ki, yəni baxdığım proqramlarda çıxış edən ekspertlər deyirlər ki, bu hal biz faktiki olaraq hər bir insan ola bilər ki, onun vərəm çöpü var bədənində. Sadəcə immun sistemi zəiflədikcə o aşkarlana bilər. Doğrudan mı belədir? Biz yəni hər birimiz ağciyərdə daşıyırıq mı bunu? Bilirsiniz, ümumiyyətlə doğru bir ifadəni işlətmək lazımdır. Biz deyə bilmərik ki, hamı yoluxur. Biz deyə bilmərik. Biz deyirik ki, dünya əhalisinin 1/3 hissəsi həyat boyunca yoluxa bilər. 1/3. Bəli. Bu da o deməkdir ki, bəs ona görə deyilir ki, immun sistemi möhkəm olmalıdır ki, o mikobakteriya, tək mikobakteriyalar yox, başqa bir viruslara, başqa bakteriyalar bizim nə qədər havada, çirklənmiş havada nə qədər mikroblar var. Bəs onlarla mübarizə aparan immun sistemimizdir və nə qədər immun sistemimiz həm qidalanma ilə, həm psixi sağlamlığımızın qorunması ilə immun sistemimizi qorumaq lazımdır ki, o xəstəliklərə müqavimət göstərə bilsin, doğru şəkildə göstərə bilsin.